Salam əziz izləyicilər, Adalya Haf verilişində bir daha xoş gördük sizi. Bugünkü qonaqlarımız yenə də bizim Rövşən və hər zamanki kimi bizim əməkdaş və moderatorumuz Könül xanım Mövlamova. Biz Rövşəni sadəcə Rövşən olaraq təqdim edirik, çünki o özünün həmişə Rövşən olaraq təqdim olunmasını istəyir. Bugünkü mövzumuz isə Rövşən bəyin, yəni Rövşənin tövsiyəsi ilə güclərin birinci və ikinci qrupu. Bəli, birinci və ikinci qrupu. O da günə bölünməyərək. Məsələn, birinci və ikinci qrup ümumiyyətlə günə bölünmür. Məsəl üçün mən may əkiziyəm. Siz hansı ayın əkizisiniz? İyun. Ona görə bu günə bölünməməlidir. Bu adətən il üzərindən hərəkət olunur. Meymun ili ola bilər və sair ola bilər. Bir də ki, bunun xassiyyət, yəni qarşınızda olan insanın birinci və ikinci qrupunu sırf onun xassiyyətindən tutursunuz ki, hə, bu ikinci qrupdur. Bundan uzaq qalmaq lazımdır. Və bu birinci qrupdur. Zaten belə deyim, 6-7 saat içində əgər bir insanla ünsiyyətdəsənsə, tamamilə sənə birinci və ikinci qrup olduğunu göstərə biləcək. Yəni, tamamilə bu 6 saat içində elə bir şey ola bilməz ki, göstərməsin, bəlli eləməsin. İndi yavaş-yavaş bizlərin ikinci qrupun, birinci qrupun dedikcə və hər bir insan da bu xassiyyəti biləcək ki, bu ikinci qrupdur, bu birinci qrupdur. Hər kəs də öz xassiyyətini tapmış olacaq. İlk öncə izləyicilərimizə salamlayaq, sonra keçək mövzuya. Salam aleykum, yenə deyək. Hər vaxtınız xeyirli uğurlu olsun. Düzdür, illəri söz vermişik, amma illəri söz verməmişdən əvvəl belə bir şey deyim ki, izləmədə qalsınlar, illəri danışacağıq. Sadəcə niyə danışmıram? Çünki belə deyim də, indidən birinci, ikinci qrupu bilsinlər ki, ona görə də illərinə görə hərəkət eləsinlər. Hə. Yəni məsəl üçün meymun ili var, su ünsürü. Meymun ili su ünsürləri həddindən artıq çox hiyləgərdirlər məsəl üçün. Amma hava ünsürü, od ünsürü, torpaq ünsürü o qədər də hiyləgər deyillər. Ona görə birinci, ikinci qrupları bilsinlər, sonra keçək illərdən danışaq. Tamam, salam gözəl izləyicilərimiz. Türklər demiş, qazamız mübarək olsun. Olsun. Davaya başlayaq. Hə, davaya. Yox, mən dava adamı deyiləm də. Heç. Mənim belə bir əkiz olaraq belə bir xasiyyətim var ki, mən dava eləyəndə birinci qruplar hamısı belədir. Mən xoşlayıram qabağımdakını çilədən çıxartmağı. Hə, yəni belə həzz alıram da, o əsəbləşəndə, o özündən çıxanda. Mən çox sakit oturacam, hə. Nə? Məni? Hə. Yo, bax belə onu qıcıq eləyəcəm ki, o özünə nəsə eləsin, başını divara zadarsın yəni. Və bu da mümkün olmur da. Hə, yəni. Yaxşı, Rövşən, belə deyək, birinci qrup, ikinci qrupu siz deyirsiniz ki, 8 saat münasibətdə olduqdan sonra, bilməm, indi birlikdə olduqdan sonra, söhbət etdikdən sonra təyin etmək olur. Bəli. Amma bunu təyin etmək üçün, deyək ki, mənim bürclərdən o qədər də anlayışım yoxdur, amma mən bilmək istəyirəm ki, bu qarşımdakı insan hansı qrup bürcdür? Deyək ki, tərəzidir, hansı qrup tərəzi olduğunu nədən Belə deyim anlamaq də, olar? zaten mən açıqlamasını verdikcə, tərəzinin indi tərəziyə gələndə danışacağam. Yox, ümumi olaraq İkinci qrupu. mən- Hə, zaten biləcəksən ki, bu xassiyyət bunda var ki, Rövşən demişdi ki, bu xassiyyətdə olan ikinci qrupdur. Yəni sırf bölünən qruplar olur onların. Yəni, Yaxşı, o baxan kimi də bilirsən. eyni bürcdürsə, iki yerə bölünməyinin səbəbi nədən ola bilər? İki yerə bölünməyinin səbəbi ilə gedir, yüksələnə gedir. Əslində iki yerə bölünmür. Hələ 3 yerə də bölünür, 4 yerə də bölünür. Çünki yüksələnin xassiyyətini də daşıyır. Yüksələndən əlavə ilin də orada rolu böyük rol oynayır. Yəni məsələn indi danışaq da başlayaq yavaş-yavaş. Məncə də Sağlam- biz sağlam bir şəkildə salamlaşdıq, başlayaq yavaş-yavaş. Sallama ilə başlayaq Və və qoçlara keçid qoçlardan başlayaq birinci, ikinci qrupundan. Belə deyim, qoçun birinci qrupu çox dominant olur, birinci qrup ailəcanlı olur. Məsələn, qoçlar 4 yerə bölünür. Evli, subay, birinci, ikinci. Evli ilə subay arasında fərq budur ki, subay istədiyini istədiyi vaxt eləyə bilir. Sərhəd tanımır heç nəyə də. Flörtünə belə vaxt ayıra bilir. İstədiyi qədər də flört eləyir, heç kimdən də çəkinmir. Flörtü ola başqa flört də eləyə bilər. Yəni o qədər sərbəst və rahat hiss edirlər özlərini. Evlilərsə elə deyirlər. Evli qoçla subay qoç arasında dağlar qədər fərq var. Yəni evli sadəcə ailəsini, övladını, yoldaşını düşünən insandır. Yəni sırf evini düşünür, mühitini düşünür. Yəni o mühitə mənim cibimə 5000 gəlirsə, o 5000 hamısı evə getməlidir. Çöldə məsələn bu çayın qiyməti 20 manatdır. O deyir ki, mən bu çaya niyə 20 manatı çöldə verim?
Gedərəm elə 15 manat verib bir dənə 2 paska alıb aparıb qoyaram və hər gün çayımı içərəm, başa düşdünüz? Ailəsini düşünür. Bir də tutumluluğu çox qəşəng olur. Yəni bədxərclik eləmir. Amma subaylar belə deyirlər və birinci qrupda belədir. Çox ailəcanlıdır, sevgi verəndir, bərəkətlidir, ruzuludur. Özü dəhşətli belə deyim. Əgər pul qazana bilirsə, yoldaşını işləməyə qoymur. Əgər ailə büdcəsinə pul lazımdırsa, yoldaşı ilə qərarı ortaq verməyə çox belə deyim, meyl eləyir. Yəni demir ki, hə mənim sözüm keçsin. Evin içində yoldaşına da hörmət qoyur, övladına da hörmət qoyur, hamıya bir-bir hörmət qoyur. Ataya ayrı, anaya ayrı. Amma ikinci qrup elə deyil. İkinci qrup qostlar deyir ki, pul, pul, pul. Gəlsin, hardan olur olsun, gəlsin. Dağıtmağı xoşlayır, məsələn, çox xərcləyəndir, yeyib içməyi xoşlayır. Məsələn, hər gün gedər yeyər içər. Çünki pul büdcəsini düşünmür həmin qoç. Yəni amma birinci qrupla ikinci qrupun fərqi bundadır ki, birinci qrup qoç çox ailəcanlı, dominant, amma ailəsinə hörmət edən, ikinci qrup dominant olmur, çox dünya ilə vecin olmur, dağıdan olur, vecsiz olur. Yəni belə deyək. Subay evli, birinci, ikinci qrup. Sırf qoçda bu subay evli söhbəti var. Yəni hə, başqasında yox. Yaxşı, vecizlər evlənəndən sonra dəyişirlər yoxsa? Vecizlər belə deyim də, ikinci qrup elə eyni də qalır. Evlənsə də, evlənməsə də. Çünki belə bir şeyləri var onların, qoçların. Dəyişməyən xarakterlərini dəyişdirmək istəmirlər kiməsə görə. İkinci qrupda sırf bu söhbət var. Bir də ki, xoşlayırlar ondan bundan biraz istifadə eləməyi. Məsələn, bəzən alışqanlıqları çox olur. Məsələn, qumar olsun, içki olsun, o alışqanlıqları. İkinci qrup bilsin ki, qumara, içkiyə çox meyl edən insanlar olur. Birincini denən ki, futbola gedək baxaq. Futbol nədir? 12 dənə adam deyir, topunda ayıca qaçır. Belə söhbət. Amma ikinci qrup çox belə şey eləyir, meyl eləyir hər şeyə. Yəni nə gördü ona meyl eləyəcək. Rahat insanlardır. Dünya necədir? Keçək buğalara. Keçək buğalara. Birinci qrup buğa, ikinci qrup buğa ilə fərq budur. 2-dən başlayım, sonra 1-ə gedim, yoxsa 1-dən başlayım, sonra 2-ə gedim. Yaxşıdan başlayım, sonra pisə keçim. Hə, yaxşı. 2 yaxşıdır. Birinci qrup buğalar, yox, 1 yaxşıdır. Bir çox onlar da dominantdılar. Bax birin belə bir şey var ki, bir işləməyi çox sevir. Əkiz qədərdir, işkolikdir. Yəni harda iş varsa mən qaçım ora, harda iş varsa mən iş görüm. Hətta belə deyim, evə vaxt ayırmasın, bütün 24 saat işləyər. Tək ki cibində pulu olsun, rahatçılığı olsun. Rahatçılıqdan da əlavə çox ruzu bərəkətli olurlar. Məsələn, evin üzərliyi buğadır. Yəni elə bil ki, səni qoruyur, göz nəzər, göz muncuğudur. Bildiniz necə? Evin rahatçılığı buğadır, sərbəstçiliyi buğadır. Ev sakitçiliyi xoşlayır evdə, ailə canlıdırlar onlar da. Övlada da çox qəşəng vaxt ayırmağı sevirlər. Amma buğanın bir xasiyyəti var ki, o övlada sərbəstçilik verir. Nə istəyirsən elə. Amma problemlə gəlmə üstümə. Qanacaq qabiliyyətlə böyüdür, amma deyir ged rahat da, yəni qısıtlama vermir çox da. İdarə edir, amma onu göstərməz. Birinci qrup buğalar çox da belə deyim, əl qabiliyyəti qəşəngdir, yemək bişirmə qabiliyyəti qəşəngdir, biş-düş işlərindən heç vaxt qalmazlar. Gecə saat 2-də olsa durar öz yeməyini bişirər, yeyər. Qoxu qabiliyyəti həddindən artıq çox qəşəngdir. İkinci qrupun qısa və öz şeyi olsa, belə deyərəm ki, ver, yemört, yatım, gözdə canım çıxmasın. Səhlənkardılar, işləməyi sevməzlər, yemək bütün gün onlar üçün düşkünlükdür, istifadə eləməyi xoşlayarlar, hər məclisə çağır gələcəklər, məsələn, çox pul xərcləməyi sevərlər, ancaq özlərinə çox narsist olurlar, həddindən çox narsist olur ikinci qrup. Bugün nəyi varsa ancaq özünə, səndən yeməyə gedər, deyər ki, verərsənsə gəlim yeməyi. Yəni belədirlər, istifadəçidirlər, konkret istifadəçidirlər. Qısqancdırlar, inamsızlar insanlara qarşı, çox da inanmırlar. Məsələn, biri ilə münasibəti olsun, çox ona qarşı önyarğılı olur. Mənə xəyanət eləyəcək deyə yaşaya-yaşaya gedir. Yəni beynində özü fantastikalarını qurmağa başlayır artıq. İkinci qrupla birinci qrup arasında dağ çoxdur. Çox məsafə çoxdur. İkinci qrup ancaq onu düşünür ki, harda oturum? Orada oturun, oturun 5 saat vaxt keçsin, mən oturum ancaq. Mən televizora baxım, yeyim, içim, gedim, istifadə edeyim, belə. Var belə buğalar da çoxdur. Yəni indi kommentə qeyd eləyərlər, bəlkə tanış üzbəyiz çıxanlar olub buğalardan. Yəni eləyəcəklər bunu. Mənə daşqalaq eləmişdilər də, yadınızdadır? Nəyə görə? Ki mən demişdim ki, buğalar qarınları ilə, mədələri ilə sevir. Onlar ikinci qruplardır da, yəni. Hamı dedi ki, bütün buğalar elə deyil, buğalar çox yaxşı sevir. Bəli, ona görə bütün hamıya şamil eləmək olmaz da. Yəqin ona görə siz daşqalaq ediblər ki, hamı eyni deyil. O zaman deməliyik ki, birinci qrup buğalar qarnı ilə sevir. Yox, İkinci qrup. Bəli, onlar qarnı ilə sevir.
Siz Demək ki, mən danışdıqca- ən azından az da olsa bir haqlılıq payım var. Az da olsa evimizi var. fikirləşirəm, Musanı analiz edirəm. Musada hələ ki hər ikisindən də görürəm. Hətta qarışıq da olur da. Hə, hər ikisindən də Qarışıq da görürəm olur. çünki. Onlar gedir düşür 3-cü qrupa, sonra 4-cü qrupa. Gedək növbəti birzə. Əkizlərə. İkizlərə. Oy oy oy. Səhər ayrı, axşam Mən ayrı. keçən səfər bürclər. əkizləri Ay, deyəndə ki, belə də elədi. Keçən səfər biri mənə komment yazmışdı ki, Əkizləri heç tanımırsınız. yox, hə, bu kimdir deyir. Bunun deyir psixologiyasında problem var. Bunu gətirib oturtdurub danışdırırlar. Bunun heç bizlərdən xəbəri yoxdur. Mən də həmin xanıma yazdım ki, xanım səhifədə və 1-ci, 2-ci qrup əkizləri var. Girin baxın, sonra gəlib burada fikir bildirərsiniz də, yəni. 1-ci, 2-ci qrup arasında əkizlərdə dünyalar qədər yoxdur. Yəni burdan Mars qədər fərq var. Burdan Mars qədər. Yəni 1-ci qrup əkiz çox lider vəzifəlidir. 2-ci qrup isə özünü ən belə deyim, axırıncı yola qoyan əkizdir. Əzik. Hə, 1-ci qrup çox dominant olur. 1-ci qrup ailəcanlı olur. 1-ci qrup hər insanla flört eləməz, hər insanı sevməz. Öz lüğəti olur, öz notları olur, öz notu ilə istifadə edir özünü. Yəni doda dodu, noda nodu. Özü getsin, özü eləsin, işkolikdir. Bax hər şeydən başı çıxar. Bir kitab da onun beyni başa düşdünüz. Ensiklopediya kitabıdır beyni. Hər bir şeydən sənə cavab verəcək. İstədiyin anda yanında ola bilər, istədiyin anda sənə dayaq ola bilər. Kini yoxdur, nifrəti yoxdur. Bir paltar ver, 1 il geyinəcək, 6 il geyinəcək, təzə paltara meyl eləməyəcək, ailəsinə meyl eləyəcək, ailə canlı, ata canlı, övlad canlı. Hər bir dostum da dadına qaçandılar. Yəni amma belə bir şey də var ki, azla kifayətlənirlər. Bu gün 5 manatım var, 1000 bərəkət. Şükür eləməyi bacarandı 1-ci qrup. Həddindən artıq çox şükür eləməyi bacarandı. Amma 2-ci qrup Amma ikinci çox qrup. düşük olurlar. Hər yerdə gülərlər, hər bir şeydən istifadə edirlər, hər yerə qaçmağa çalışarlar. Pul canlıdırlar. Bu paltarı mən 150 manata almışam. Hansı ki 15 manata alıb da misal üçün. Harda otursa o Göstərişi mənim sevirlər. Belə bir cümləm var ki, mənəviyyatı ilə öyünə bilməyən insan paltarı ilə öyünür. Daxilində boşluğu olan, özünü adam yerinə qoymayan insan öz əyin paltarları ilə öyünməyi sevir. Düz. 2-ci qrup elədir. Ayaqqabını oradan aldım. Geyimi ilə gözə girməyə çalışan. Ayaqqabı deyir, mənim ayaqqabıma niyə baxırsan? Məsəl üçün şeyə gedir, nədir o? Qonaqlığa getsin, istifadə eləsin, ora çağırın, istifadə eləsin, bura çağırın, istifadə eləsin. Çox da kinli olurlar. Özdə şey olurlar 2-ci qrup əkizlər. Oturan kimi sənə yığsın səni bu günləri 2-ci qrup əkiz. Desin ki, hə, heç nə pul yoxdur, bərəkət yoxdur, ölürəm, batı. Bax, bütün oturan kimi birinci losunu danışır. Yəni heç vaxt demir ki, məndə var, heç vaxt demir. Cibində 5000 də olsun, ay ölürəm. Ağlayacaq. Ay, məndən uzaq dursunlar. Məndən uzaq dursunlar. 2-ci qrup əkiz mən var mənim belə bir dostum var idi, danışmıram indi onunla. Danışıram, salam elə gəlir ki, salam. 2 dəfə gördüm mən bu yox, bu bir yol yoldaşı deyil. Mən özüm də əkizəm də. Öz bürcümə mənim müdürüm var idi, əkizlər bürcü. Deməyəcəm hardaydı müdürüm. 3 manat maaş verib 7 nəfərin yerinə işlədirdi məni. Allahın da olsun. Aldığı dönərin pulunu danışırdı məndən. 2-ci qrup idi. Aldığı dönərin Xəsis deyirdi. olurlar Evdən da o gətirdiyi pul yeməyi mənə deyirdi ki, mən sənə yemək gətirirəm evdən 1 manat 50 qəpikdən tuturdu. Yəni o dərəcədə olurlar. Manyak 50 qəpik də səndən qırsa Pul dəlisi xoşbəxt. olurlar da bir Pul sözlə. dəlisi yox, pul üçün hər şey eləyərlər. Yəni fərq. Nereye bax, Ona nereye görə mən? deyirəm ki, Yox. dünya ilə Mars arasında olan fərq var. Baxdım mən. Ki yəni mən Mən tanıyıram. Mən elə Yox, yox. əkizlər mənim qabağıma elə əkizlər Bizim də həddindən artıq tanışımız çoxdur. var elə əkiz, ona görə baxdım. mən özümü Biz analiz baxışlarla elədim. anlaşırıq. Sizcə mən hansındanam? Məncə siz 1 ilə 2-nin ortasında ilişib qalmısınız. Hə, o ikidə o ilişən tərəfim hansıdır? Yox da orada da deyilmi, orada da olmaz. Olmaz. Mən paltar ola bilər. O dəqiq. Yəni siz deyirsiniz 5 il, 6 il, düzdür 5 il, 6 il geyindiklərim də var, amma mən paltar almağı sevirəm. Öyünmürəm, amma paltarı almağı dəyişməyi sevirəm. Bir də ki deyirsiniz 5 manat var, 5 manatla yetinmək. Mən 5 manatla yetinmirəm. Daha çoxunu istəyirəm, amma qalan Ya da ona görə 1 və 2 arasında ilişib qalmısınız. o qalan o dedikləriniz ki var, yox, onlar. Əkizlərin qadınları gec olğunlaşırlar. 27 yaşdan sonra olğunlaşırlar, 30-35-dən sonra isə dirilirlər. Yəni əkiz qadını olğunlaşmağı gec tapır. Yəni Mən hələ indi başlayıram. yəni İçlərində bir uşaq olur da, demək ki, hər zaman. bəli. Gedək növbəti bircə Gedək. powerbanklara, xərçənglərə. Powerbank. Powerbanklarda Gözəl hamıya adları var. zaretka verirlər, öz zaretkaları qutarır xərçənglərin. Xərçəngin birinci qrupu çox möhtəşəmdir, ikinci qrupu isə çox yalan danışandır. Yəni
İkinci qrup xərçənglər elə yalan danışsın ki sənə. Özü də ağlayacaq həmən yalanla. Sən də ağlayacaqsan. Özü də inanacaq həmən yalana. Sən də inanacaqsan. Yəni bu professionaldılar. Yəni hətta bunun araşdırmasını da aparıblar dünya, Avropa üzrə, nə bilim Türkiyə, Mürkiyə hamısında. Ən çox yalan danışan ikinci qrup xərçənglərdir. Ən çox, yəni cəmaət elə bilər əkizlərdir, amma ən çox yalan danışan ikinci qrup xərçənglərdir. Çox yalan danışırlar yoxsa professional yalanlar? Professionaldılar. Professional. Yəni bir dənə şey inandırıcı dərəcəsi, özdə manipulyasiyalar güclü olur axı. Yəni gözünə baxır, deyirsən, nədir? Nə danışır belə. Amma birinci qrup, yəni başqa bir dünyadır. Birinci qrup xərçəng şeydir. Tərəzi qədər möhtəşəmdir mənim üçün. Yəni orxideya gülü var da, yəni onun kimidirlər. Başa düşdünüz? Yəni dəhşət bir şeydirlər. Sevgi qabiliyyətləri çox qəşəng olur. Ailəcanlı olurlar. Oğlaq qədər ailəcanlıdırlar. Anadılar, valideyn kimi davranırlar. Sevmək də ki möhtəşəm. Yəni o elə sevgi verəcək ki sənə başqa bir yerdə axtarmayacaqsan həmin sevgini. Yalan danışmayacaq. Yalan danışan dili təp-təp belə eləyir. Qoç da belədir, xərçəng də belədir. Yalan danışa bilmir birinci qrupları. Birinci qrup xərçəng çox intuisiyalı olur, hisslərinə həmişə əmin olur. Bir insanda ilişib qalmağı xoşlayırlar. Qatillərinə aşiq. Demişdim ki. Ona görə bir insanda ilişib qalmağı xoşlayır. Hər insanı dəyişdirməz. Bir insanı da sevəndə can qoyurlar, can yandırırlar. Ona görə powerbank deyirəm də onlara. Amma ikinci qrup xərçəng çox yalan danışan, ikinci qrup xərçəngin məsələn dünya ilə vecinə deyil, itər, bir də görürsən təzədən tapılar, çox kinli olurlar, çox pulgir olurlar. İkinci qrup xərçənglər də pulu həddindən artıq çox sevirlər. Yəni pulla dominantlıq eləmək istəyirlər. Məsələn, ikinci qrup xərçənglə ikinci qrup əqrəb arasında bir fərq var. Bu qız bürcündə də var ikinci qrupda. Qız, xərçəng, əqrəbin ikinci qrupları Oxşardılar da deyirsən. bəli, bu xassiyyətləri oxşardı. Pulla insanı əldə eləmək istəyirlər. Bax tanış olacaq, sənə paltar alacaq, sənə pul xərcləyəcək. Pul lazımdır sənə. Pul lazımdır, dəqiqə başı. Atım. Səni belə əldə edib, belə səni özündən asılı eləmək istəyəcək. Yəni sən ondan asılı olasan. Yəni çox belə dominantlığı belə qurmağa çalışırlar. Səni pulla əldə edirlər və sən ondan asılı olasan. Yəni, o da çox asan bir şeydir hal-hazırdakı zamanədə. Gedək növbəti bürcə. Şir aslanlar. Şir. Nə qəşəng sıralanmanı bilirsən hamısını. Mən də gərək öyrənəm. Sıralamanı bilmək yaxşıdır da. Şirlərin birinci qrupu liderlik vəzifəsini daşımağı çox sevirlər. Birinci qrup şir dostu üçün hər şey eləyəndir. Çox can yandırandır birinci qrup şir. Məsələn, tez-tezdə o insanlar yıxılırlar, dost tərəflərinə yıxılırlar. Şirin birinci qrupu pul sevir, amma necə sevir? Mən kimisə yanında zəif qalmayım deyənə sevir. Çox can yandırandılar. Gecə gələrlər yanıma, gündüz gələrlər. Belə bir şey var, yaxşıda da pisdə də yanımda ol. Pisdə yanımda ol, yaxşıda lazım deyil. Hər zaman yanındadır. Hər zaman. Yəni sənin eləyə bilmədiklərini sənin üçün eləyə bilər. Məsələn, ad günü elə qeyd eləyər ki, unutmazsan. Sənin üçün elə dostluq eləyər ki, unutmazsan. Yoldaşlıq eləyər ki, unutmazsan. Çünki liderlik vasfını daşımaq istəyir həmişə. Deyir mən dostum üçün də hər şey eləyim, ailəm üçün də hər şey eləyim. Bölünməyi xoşlayırlar, qol bölünməyi xoşlayırlar. Eyni gündə 5 nəfərə can yandırsınlar, yenə də of deməzlər. Hamıya can yandırarlar. Amma O ikinci özlərini qrup tatmin eləməyə gəlir, çıxarırmı, yoxsa yəni bunların xislətində bax hər kəsinə belə. yox, onların xəritələrində var elə şeylər. Çünki dediniz ki, liderlik onların Liderlik şirlərin vasfında var. Məsəl üçün qoçla liderdir şir. Yəni daima lider vasfındadırlar. Güc onlarda olur həmişə. Yəni olur yoxsa günəş olmasını mənbəyi istəyirlər. olardılar. Yox, Yüksələn olmaq şirlərə istəyirlər, yox, təsir eləyir mi? olurlar. Bəli. Yəni onlar olmaq istəyir, yox, olur. O istədiyi vəziyyətə özünü gətirir şirlər. İkinci qrup şirlər isə məsələn birinci qrup egosunu sevgilisinin qabağında əzər, ikinci qrup əzməz. İkinci qrup şaşahalı görsənim, belə görsənim, elə görsənim. Aristokrat. Məsələn, pulu siz niyə sevirlər bu insanlar? Sanki özləri üçün yığmağa başa düşürsüz. Cibində pulu olmasa belə çox böyük hərəkətlər eləyəcək. Məsələn, cibində 1 manatı var,
Gələcək restoranın şəklini çəkəcək, çıxıb gedib paylaşacaq ki, oturub falan restoranda. Göstərişlə böyüməyi xoşlayırlar, geyimlə böyüməyi xoşlayırlar. İkinci əkizlər kimi ki, yəni insanların gözündə mən baqati görsənim. İkinci qrup şirlər sevmə qabiliyyəti də olmur, çox da xəyanətkar olurlar. Məsələn, gün içində 3 nəfərlə görüşə bilər o insan. 3-4 nəfərlə görüşə bilər. Çox ehtiraslarına çox zəif düşürlər. Amma birinci qrup da ondan çox ehtiraslıdır, amma ona zəif düşmür. İkinci qrup şirlər çox gəzməyi xoşlayırlar. Məsəl üçün oradan ora, oradan ora. Göstəriş adamıdırlar. Yəni bir şeydilər də, o ruslarda pokazuka deyilən bir şey var, göstəriş. Yəni sırf göstəriş adamıdırlar. Yəni suvenirdirlər. Hardasa bir şey görsədim dostuma, onu görsədim. Özü ilə öynən elədiyin də başa vurandır. Deyər ki, filan kəslə səni mən tanış eləmişəm. Sən heç orada oturmamışdın, mən aparmışam səni ora. Sən heç ora girməmişdin, mən salmışam səni ora. Daima dillərindədir bu sözlər. İkinci qrup şirləri. Daima. Yəni mən birinci qrupu çox sevirəm. Yəni ikinci qrup ümumiyyətlə heç bir bürcü sevmirəm. Yəni bir dənə ikinci qrup balıqdan şey oluram biraz. Xoşuma gələn xasiyyətlər olur. Gedək növbəti bürc qız bürcünə. Qızların həm sevimli xassiyyətləri var, həm də çəkilməyəcək dərəcədə çətin. Qızların çəkilməyən, birinci qrup qızlar çox düşünəndilər, çox araşdırandılar. Birinci qrup qızlar çox həyatdan feyz almaq xoşlayandılar. Gəzsinlər, əylənsinlər. Onların da belə bir xassiyyəti var ki, onlar bir insanda xoşbəxtlik tapırlarsa, həmin insan ona qarşı nə qədər soyuq olur olsun. O xoşbəxtliyi o onda tapacaq. Yəni sənə salam yazsın qız. Sən ona salam. Yola ver. O yenə də ondan feyz alacaq. Yəni biri ilə öyünməyi xoşlayırlar. Yəni 5-6 nəfərdə duyğu axtarmazlar. Bir də şey insanlardılar. Biri ilə tanış olan kimi sırası pastel zat düşünməzlər. Yəni heç, yəni bununla necə gəzərəm, bununla necə vaxt keçirdərəm, bununla nəyi müzakirə eləyərəm. Vaxtını əyləndirməyə, vaxtını doya-doya keçirtmək. Nə zaman sənəsə baş verər, başa düşdün. Birinci qrup ailəcanlı olur, qəşəng işləyən olurlar, işkolikdilər, beyin çox qəşəng inkişaf edir onlar da. Və bir tərəfdən də birinci qrupun belə bir xassiyyəti də var ki, sənə sevgidən heç vaxt qısıtlanma verməz, qəşəng sevgi verər sənə. Heç vaxt sevgidən ondan məhrum qalmazsan. Amma ikinci qrup qızlar, yəni adamın ömrünə elə oturarlar ki, yəni birinci qrup qısqanclığını bilir dərəcəsini. İkinci qrup bilmir. İkinci qrup tez küsür. Birinci qrup elə deyil. Birinci qrup küsmür, düşünür, fikirləşir, niyə küsürəm. Amma ikinci qrup bir hərəkətində küsür. Çox deyingən olurlar, mızmız olurlar, məsəl üçün. Onlar da flörtöz olurlar, məsəl üçün. Sonra ikinci qrupun belə bir xassiyyəti də var ki, ikinci qrup çox pinti olur. Birinci qrupun sən evinə get, bir dənə toz tapa bilməzsən. Bir dənə, burada tük var. Bu tükü sən birinci qrupun qabağında görə bilməzsən. Amma ikinci qrupun saçı dağınıq, başı dağınıq, ayaqqabısı pinti, özü pinti, üfunəti verir. İkinci qrup, sən baxırsan, deyirsən, hə qız bürcüsən, hə qız bürcüyəm, iyi verir. Başa düşdü. Yəni heç özünə baxmaz da, yəni dünya aləm vecin olmayan insan, yəni pafigist olurlar. Dünya aləm vecin olmayacaq o insan. Yəni zaten ikinci qruplar paylaşmışdım bir zamanlar. Qeyd eləmişdilər kommentdə ki, mən bir qız tanıyıram, pintidir. Yəni konkret pintidir. Amma sən qıza deyə bilməzsən axı pintisən. Qıza deyə bilməzsən. Yəni onlar təmizlik nümunəsi divara bal sür divara yala da, yəni birinci qrupu. Yəni, o qədər o açıq zat taxır, görüm ki, bakteriya var divarda. Onu da öldürüm. Mənim anam qız bürcü, ona görə bilirəm ki, bir sual yaranır mənim beynimdə siz danışdıqca. Mən belə başa düşdüm ki, qruplar, daha doğrusu bürclər ümumiyyətlə 2 qrupa bölünür və bu ikinci qruplar hər zaman birinci qrupdan aşağıda olurlar. Aşağıda təbii ki də. Yəni bütün bu bürclərə aiddir ki, ikinci qruplar hər zaman birincinin əksi olur. Amma məsələn, mən əkizlər deyəndə, məsələn, bir mən xanımla tanış olum, deyim ki, mən əkizlər bürcüyəm. O gedib ikinci qrupa rast gəlib, mənim xasiyyətimi bilmir. Antipatiyasını oradan oyadıb o mənə qarşı. Başa düşdünüz? Yəni necə ki, qadın deyir, kişilərin hamısı eynidir. Kişi də deyil, çox qadınlar hamısı. Mən günahım var. Mən oturmuşam burada söhbət edirəm də. Mən o Əhmədlə eyni deyiləm axı. Başa düşdün? Kişilər də deyir ki, qadınların hamısı eynidir. Yəni
Yəni hər ikisi çox ağır Kişi sözdür. Xahiş demirəm. edirəm. Kişi o cümləni qurmur ki, qadınların hamısı. O mövzuya girməyə xahiş edirəm. Tubic Antoni. Sinirlənməyəcəm. Tərəzilərə keçirik. Bəli, bəli, bəli. Gəlir mənim Lyubovniklərim. Aha, sevimli tərəzilər. Hə. Biraz ağır oldu Lyubovnik. Yəni yeməli. sevirəm də onlar da. Yalan deyil. Deyim sevmirəm. Tərəzini sevməmək olar. Və tərəzinin qadınları həqiqətən siz dediyiniz kimidir. Eşq yaşamısınız tərəzi ilə. Yox. Görürsüz, ona görə həyatdan heç nəyi dadını bilmirsiniz. Amma tərəzinin qadınları da. O qədər deyəcəksiniz ki, axır bir qadınları- dənə tərəzi kişisi Mən gəlir. inanmıram sizi tərəzi sevə. Niyə? Nə bilim. Heç Çox vaxt, heç çox vaxt. ağır. Heç vaxt deməyəsiniz bəlkə. Nikaqda niqavari niqaqda. O da ola Yəni, bilər, onu amma yaxşıdır da həyatınızın bir dəfə də olsa nəyinsə dadına baxa bilərsiniz. Yemədiyiniz bir Mən artıq ona manifest edirəm ki, mütləq, yəni Rövşən deyibsə mütləq tərəzi olmalıdır. əla. Yəni Amma yaxşı çıxmasa O ikinci qrupu ikinci qrup gəlsə, İkinci gətirib qrupu qaytaracağam. hə, amma İkinci qrupu çıxsa, yaşamaq lazımdır. ona. Aha, yaxşı. Birinci qrupu, ikinci qrupu necə təyin Hə, eləmək lazımdır? gərək tərəzinin birinci qrupla ikinci qrup arasında eyni qədər əkizlər qədər fərq var. Birinci qrup tərəzi deyir ki, tərəzi əkiz də olsa hava ünsürüdür. Bunların birinci qrupları tərəzi əkiz də olsa mən özüm gedərəm, mən özüm alaram, mən özüm eləyərəm deyən insanlardır. Və sən belə insanları mənəviyyatınla əldə edə bilərsən, başqa heç nə əldə edə bilməzsən. Tərəzinin də birinci qrupu özüm gedərəm, özüm alaram, özüm eləyərəm deyən insanlardır. Hər bir şeyin öhdəsindən özü gəlsin, hər bir işinin pulunu özü qazansın, hər bir işdə vicdanını belə təmiz saxlamaq xoşlayır. Kimisə qəlbinə dəyməsin. Birinin qəlbinə hardasa dəyirsə gedib üzr istəyəcək, tapacaq onu, araşdıracaq ki, hardadır o, mən tapım onu. Üzr istəyim, qayıdım ki, həyatım daha davam eləsin. Öz həyatına baxan insandır, öz axarında yaşayan insandır. Kimsə qəlbi ilə oynamaz. Düzdür, biraz yüngülvari flörtlüyü var, amma ikinci qrup qədər ağacdan ağaca gəzən deyil. Flört eləyər, amma hörmət elədiyi insanla flört eləyər. Tərəzini əldə eləməkdən ötəri. Çox ağıllı olmalısan. Çox belə deyim, görkəmin belə şey olmalıdır. Zəhimli. Zəhimli deyəndə ki, yəni onu cəlb eləsin. Yəni ağıllı, onun qabağında məntiqli danışmalısın, ağıllı danışmalı. Çünki ağıllı addımlar atmaq xoşlayırlar, məntiqli insanlardır, ailəcanlıdırlar, hörmət eləməyi xoşlayırlar. Yəni düşüncələri tək pul yönündə olmur. Düşüncələri tək həyatı yaşayım yönündə olmur. Həyatı gözəl yaşayım və pulu da gözəl qazanım, zəhmətimlə, əziyyətimlə qazanım. Gələk ikinci qrupa ki, lübəhümzi. Yəni bu cümlə çox qəribə cümlədir. hansı dil idi? Yəni o insanlar İmza Rövşən. o insanlar puldan ötürü hər şey eləyənlər. Deyir, insanın pulu yoxdursa mən ona hörmət qoymaram. Yəni belə insanlardılar. İkinci qrup tərəzi deyir Pul ki, nəymiş bu insan? pul, o insan deyir pul. Deyir mən hamıya pul gözü ilə baxıram. Mənə doğru gəlir bu 5 manatdır, mənlik deyir. Aha 1000 manat qaçır o tərəfə. Puldan ötürü hər şey eləyərlər. İkinci qrup puldan ötürü ölür. Şəxsi Səhlənkardılar. mənfəətlərini güdürlər. Şəxsi mənfəətdən də əlavə, yəni hər şeyi özləri, biraz narsistliklə var onların. İkinci qrup pinti olur, ikinci qrup ailəcanlı olmur, flörtöz olurlar. Hər bir dəqiqə birinə vurulan insan olurlar, iki fikirlidirlər. Gecə başqa, gündüz başqadırlar. 1 saat sonra fikir dəyişdirirlər, görüşə gəlmirlər, hər zaman gecişirlər, səhlənkardılar. Yemək bişirmə qabiliyyətləri belə zəif olur, əllərinin duzu olmur ikinci qrupunun. İkinci qrup tərəzi mənim gözümə görünməsin, yəni. Yəni birinci qrupla sizə də arzu eləyirəm və sevgi yaşamağı sənə də arzu eləyirəm, amma ikinci qrup sizin qabağınıza çıxmaz. Allah sizə Heç kimin qabağına çıxmasın, yəni heç kimin. Yəni ikinci qrup tərəzi yəni görüb görə biləcəyin ən axırıncı insandır. Adam dili ilə deyir. Dili ilə deyir ki, mən pul hörmət edirəm. Deyir mən hamıya pul gözü ilə baxıram. Qabağıma çıxıb 4-5 dənə elə insan çıxıb. Yəni deyir, pulun yoxdur, sən kimsən mən səninlə ünsiyyətdə olum, çaya gedim məsəl üçün. Əslində bizim ortaq tanışımız var elə biri. İndiyə qədər danışdıqlarımız bu 7 bürc arasında o birinci, ikinci qrupu müqayisə elədik və mən özüm belə qənaətə gəldim ki, onları fərqləndirən əsas cəhətlər puldur. Bəli. Birisi daha çox pulla meylli olur. Puldan da birisi isə əlavə xəyanətə meylli olurlar, məsəl üçün. Ən çox fərqləndirən xüsusiyyətləri onlar. Puldur, amma xəyanətə meylli çox olur onlarda, bunu deyim. Gedək hansı ki, Əqrəb bürcünə. Yəni mən həmçinin zirvədəyəm, amma
xanım elə əqrəbə oxşamır. Mən elə də belə fikirləşirəm. Şübhə ilə yanaşırsınız. Ayın 3-ü noyabr Mən indi birinci, 1981-ci ikinci ildə qrupu deyərəm. anadan olmuşam Bakı şəhərində. Hansı bürcəm mən? Bildim də əqrəbsən də. Amma Ben nə etməliyəm? Belə, Əqrəbə oxşamaq mən üçün nə indi bax, mən etməliyəm? indi danışacağam, amma əlinizi qoyacaqsınız vicdanınıza. Deyəcəksiniz, birinci qrupsuz yoxsa ikinci qrup. Baş üstə. Tamam. Heç mən deməyim. O qoy nədir? Otaqdakılar qərara versə onda Dilşad, yox, Dilşad desin də. Ola bilər Yaxşı. ki, mən deyərsiniz ki, hə, Yaxşı. düzgün demərəm. Getdik birinci qrupla ikinci qrup Mən əqrəblər. çox rahatlıqla qəbul elədim, çünki o tam nə bir deyil, birdə çox xassətlər oxşuyur məndə. İkidən də məsələn o geyim ki var. Geyimlə öyünmürəm, amma geyimi çox sevirəm. Məsələn mən 5 il bir paltarla ancaq gəzə bilmərəm. Yəni hər gün mən bir paltar geyinməliyəm. Göstərmək üçün deyil, sadəcə özümü rahat hiss edirəm onda. Bir də dediniz ki, 5 manatım olsa, yox, mən daha yaxşı yaşamaq, daha yaxşı. Amma mən əkiz olaraq mənim keçən səfər kapşon geymişdim bura çəkilişə. Həmin kapşon burası deşikdir. Siqet atıblar balkondan. Köynəyim də deşilib kapşonumda. Həmin köynəyi də geyinirəm kapşonda. Kimlə görüşə gedirəm, gedirəm. Yox, onu mən də Bezmə geyinə deyil. bilərəm əgər sevirəmsə. Bir də o insan psixotiplərinə aid olur ki, mən özüm də o psixotipə aidim. Şizoidlik var bizdə. Şizoid insan psixotipi var ki, yəni qarşıdakı insanın fikri deyil də, insanın öz fikrim daha önəmlidir. Təbii o məndə ki də. də var. Mən məsələn bunun burası cırıqdır, məsələn sökükdür. Bunun heç kəsə aidiyyəti yoxdur. Mən bunu belə geyinmək mənə rahatsa mən geyinirəm. O insan Hə də psixotipi bu olaraq daxili da. təsirlər, xarici təsirlər məsələsi var da. Gedək əqrəblərə. Birinci qrup əqrəbi danışanda açığımı taxıram, çünki onları çox sevirəm. İkinci qrupda çıxardacağam. Deməli, birinci qrup əqrəblər zirvəni sevirlər. Mən onları sevirəm, egosunu da sevirəm. Birinci qrup əqrəb çox ailəcanlı olur. Qəşəng sevgi verir. Məsələn, əqrəblər vampir kökündən gəlirlər. Astrologiya, mitologiyasını araşdıranlar bilə bilərlər. İkinci qrup əqrəb insanın enerjisi ilə qidalanır. Yanımızda bir əqrəb bircə oturubsa, mənim enerjim düşür, onun enerjisi qalxır. Amma birinci qrup əqrəb sənə müsbət enerjini ötürür, mənfini özündə saxlayır. Sənin enerjinlə qidalanmır, qan içməyə başlamır. Birinci qrup deyir ki, mənim nəyim varsa, bütün nəslimindir, var yoxumundur. Bütün nəyim varsa. Çünki mən bunu aparmayacağam o tərəfə. Hə, paylaşmağı sevir. Obyekt bir dənədirsə, birini də açacaq. Çünki çoxaltmağı xoşlayır. Dost bir dənədirsə, bir dənə də dost açacaq. Pulun yoxdur, pulda kömək eləyəcək. Sevgin yoxdur, səni sevgi qazandırmağa harasa aparacaq, əyləndirmək. Keyfin yoxdur, keyfi açmağa çalışacaq. Bir klon kimi, əstəğfurullah, indi sənin üçün deyəcək, güləcək, can yandıracaq. Daima yanındadır. Yəni daima özdə hiss eləyəcək, yığacaq sənin ki, pul lazımdır. Demək istəmirsən, narahat olma, göndərirəm. Keyfin yoxdur, dur gəl yanıma söhbət. Hiss eləyir. Əgər səndən doğrudan da qəlbən dostdursa, gecə yatdığı yerdən ayılacaq ki, Rövşənin keyfi yoxdur, qoy Rövşəni yığım. Hiss eləyir ki, mənim dostumun keyfi yoxdur. Mənim ailəmdə kimisə nəyəsə ehtiyacı var, mənim qohum-əqrabamda kimisə nəyə ehtiyacı var və o insanları aldada da bilməzsən. Yəni birinci qrupu sən aldada bilməzsən. Aldadıldığını bilə-bilə kömək edən insanlardılar. Birinci qrup əqrəblər. Yəni aldadıldığını bilə-bilə. İkinci qrupa gəldikdə isə ikinci qrup gəzməyi çox sevir. İkinci qrupla tanış olan kimi deyir ki, qrafat hardadır? Bir dənə öpüşək, bir dənə görüşək. Çox ehtirasına düşkün, zəif insanlar olurlar. Çox da, yəni birinci qrup onu saxlayır. Ehtiras deyəndə bir dənə əqrəb yada düşür də hər zaman. Birinci qrup onu saxlayır, biri ilə bölüşər. İkinci qrup yenə də lübəbürbür. Yəni, kimlə gəldi bölüşər onu, yəni. Kimlə gəldi bölüşər. O həmişə deyirlər ki, Amma- məsəl üçün əqrəblər adnalüb olur da, yəni tək sevgili olur. O birinci qrupdur. Birinci qrup. Birinci qrup deyir ki, mənim varımdırsa bir dənə bəsimdir. Mən ondan hər şeyi alıram, yəni. Sevgini də alıram, qayğını da alıram. İkinci qrup elə deyir. Yalan danışandılar. Yığ pul istə, cibində 5000 pul olsun. Balamın canı yoxdur, belə deyər. Yəni and içmək də olarsın, yəni boşdur, yəni hər şeyə and içərlər. Qoçun da ikinci qrup elədi. Hər şeyə and içər puldan ötəri. Sonra kömək eləməkdən qaçınandılar, risovkalığı sevirlər, göstərişi sevirlər. Özlərini belə deyim, sizdən lətfəsi uzaq deyə bilər, sizə deyirəm. Qırqızıl, nə bilim taxılar taxım eləyim, göstəriş məndədir. Yəni pulum var. Halbuki məsələn əlində 60 dənə qırqızıl var, sumkasında 1 manatı yoxdur bu adamın. Başa düşdünüz? Elə göstəriş sevəndirlər. Öyünürlər ancaq göstəriş. Egosuna çox zəif düşür.
hər yerdə öz sözünü demək istəyir, amma elə bir şey də var ki, dediyi sözlər də həmişə askıda qalır. Dediyi sözlər. Çünki lazım olduğu anda yox, lazım olmadığı anda danışır. Amma birinci qrup oturar saatlarla danışmaz. Elə bir dənə cümlə deyər ki, həmin cümlədə olacaq. Yəni başqa yolu yoxdur. Səncə mən hansı qrupaydım? İkincidən çox az var, amma ən çox birinci. Ortalardasınız. Yox, əslində birincidə var. Dediyim kimi, məsələn mən adnalüb insanam. Mənim üçün əgər bir dost, sevgi, nəsə varsa o bir dənə olmalıdır. Belə gözü çox gəzə bilən biri deyiləm. Amma pul da çox düşünən birisiz. Pulu çox sevirəm nəyə görə? Yəni o dərəcədə yox. Mənə yetə biləcək dərəcədə. Çünki artıq pul da məncə baş ağrıdır gördüyümüz qədərilə. Artıq pul versələr götürməzsiniz. Yox. Məncə götürərsiniz. Yox, o qədər olur ki elə. Mən yenə deyirəm, hər kəsin yetə biləcəyi qədər Artıq pul ümumiyyətlə nəyə deyirsiniz? Hə, artıq pul varmı ki? Mən belə şeylə kifayətlənə bilən biriyəm. Mənim yüksəli məqrəbdə xasiyyətim şirdir, yüksəli məqrəb. Mən belə bir şeylə kifayətlənə bilən bir insanam. Mən bu ay məsələn cəmaət hər kəs özünə bloger influencer deyir də. Mən demirəm özümə bloger influencer. Mən bu ay məsələn məhəlləmdə belə mənim yarpaq tökülür həyətə, qonşum imkanlıdır. Deyirəm adam çağırma, gəlib mən işləyəcəm. 50 manat verməyəsən, 40-ı mənə ver. Ayda 300 manat çıxardıramsa evimin kirəsini, 300 manat da əlavə mənim günə 6 manat və yaxud 5 manatım olsun siqaretimi alım. Artığı heç vaxt istəməmişəm. Zaten Allah Taala mənə artığını istəsə göndərəcək, deyəcək Rövşən gəl. Balansında bir 5-10 manat saxla ki, kimsə qatqın vurub dağıdarsın. Amma insan övladının 90% elə deyil. Bu gün 40 manat qazandım. Yox, deyəm bir dənə də şey edeyim, bir dənə də 50 manat, bir dənə də 100 manat. Yox, məndə o var. Hə, siz deyirsiniz ki, hansı ki yaxşı. Hətta artırmaq. evdə arzuluyursunuz da, yəni o canlılardan. Evi arzulayıram, evə görə pul yığmıram. Hə, bəs yaxşı. Mən belə bir şey deyirəm ki, Mən mənim də- qismətimdə ev varsa, o nə cür olur olsun, hardansa olur gəlib mənim qabağıma çıxacaq. Yəni Allah Taala mənim qabağıma bu evi çıxardacaq. Hardan Amma belə olur? atalar sözü də var axı. Allahdan buyruq, ağzıma quyruq Yox, məsələsi. mən quyruq deyəndə ki, mən bu gün dala pul atım hər dəqiqə ki, məsələn 5 manat 10 manat pulu yığma qaydası var da, yəni bunu bilirsiniz. Pulu nəyəsə görə yığırsansa, onu da xərcləməlisən. Çünki bir pulu yığanda deyirsən ki, hə pis günüm üçün yığıram, o pul pis günə gedir. Vəsə başqa günə. Yox, məndə pul Hə. yığmaq ümumiyyətlə yoxdur. Mən O pul pulun yığmağı məsələn bacarmıram. deyirsən, bu pul mənim pis günümün puludur. %100 o sənin pis gününə gedəcək. Əlbəttə. Hə, məndə pul alınmır da, məndə pul yığmaq. Mən də Yəni yığa çünki bilmirəm. mən ailəyə də baxıram deyən alınmır. Yəni saxlaya bilmirəm. Amma qismətimdə ev varsa, nə bilim, olacaq o bir gün. Yox, %100 manifest olacaq. o elə bir Yəni şey. mən ona əminəm ki, %100 olacaq. Hə. Hə, indi yəqin ki, onu elə düşünürsüz, elə manifest Yox, deyirsiniz. məsələn, Mənim 33 artıq yaşım var. Bu ay artıq qazanıb harasa bir səyahətə, gəzməyə. Yox, səyahətə zada getmir. Məndə belə bir şey var ki, nəyim varsa, mənim dostum məni Nabrana apardı istirahətə. Gedəndə yolda mənə dedi ki, ildə hər gün ancaq evi düşünürsən, bir dəfə də özünə pul ayır. Mən dedim ki, ayıra bilmərəm. O uşaq məni apardı. Dedim niyə? Dedi mən özümə pul xərcləmək istəmirəm. Mən bu günləri artıq gəlirim varsa, durum gedim Mazambika, gəzim gəlim. Hə, nə dəyişdi həyatımda? Sadəcə getdim, gördüm, qayıtdım, gəldim, düzdür? Əylənməyə çalışdım biraz. Amma mən o pulu ailəmə də ayıra bilərəm. Bazarlığını eləyə bilərəm. 1 aylıq bəsidir ailəmin. Yox, təbii ki, ailənin bütün xərclərini Əlavə qarşıladıqdan sonra. əlavə bir pul varsa, hə, məsələn, əlavə məsələn qaldı adama. deyir sizə 200 manat, artıq mən pul gedərəm, olsa, hə. hə. Çünki neçə vaxt Şəkiyə getmək Bəs istəyirəm. məsələ gəzmək odur istəyirəm. da ki, artıq pul deyirsiniz. Verilişdən sonra deyərik bizim də planımız var. Hə, mən Şəkiyə getmək istəyirəm neçə vaxtdır. Yəni gedib gəzərəm, görərəm. Çünki Şəkinin tarixi abidələrini sevirəm. Olmamısınız heç şəkildə. Yox. Fikrim var ki, gələn ay gedəm. Allah qoysa, tək gedərəm, gəzərəm. Biz sizi apararıq Şəkiyə. Hə, mən apararıq Şəkiyə cümləsinə İsmail inanmıram. Mən apararıq sözünə inanmıram. Yaxşı. Hə. Demədə, Məndə nədir? Məndə elə. Göstərmə. Biz onsuz da ki dediyimizi elədik. Biz dedik ki podkast çəkəcəyik. Həmin gün səhərsə də gəldik podkastımızı çəkirik artıq. Yəni biz onsuz da ki dediklərimizi eləyirik. Çox böyük bir şey yəni. Hə, çox sağ olun. Yəni Gedə yox atanlara. təşəkkür eləyirik. Gedə yox atanlara. Yaxşı, keçək yox atanlara. Yəni o xatanların ikinci Oxatanların qrupu iki cürü varmı ki? Yəni o zaten hamısı əyləncəni sevmirmi? Yox, o xatanın ikinci qrupu başqa dünyadır. Niyə görə? Bax birinci qrup o xatanın həyatını cavan vaxtından ta ki yaşlanana qədər övladla dost olmağı bacarır. Ailə ilə dost olmağı bacarır. Dostla dost olmağı bacarır. Balaca ilə balacadır, böyüklə böyükdür. Hər kəsə sevgi verə biləcək qədər onun daxilində sevgi var. Yəni o xatanın sevgisi bu dünyada hər kəsə çatır. Hər kəsə çatır. Əyləncək,
özü büdcəsində günün sonuna qədər büdcəsinin hamısını sıfırlaya bilər, əylənirsə, ailəsinə vaxt ayırırsa, dostlarına vaxt ayırırsa, gedib gəzirsə, sevgini harda tapırsa orada olacaq. Oxatan cəm şəklində gəzməyi xoşlayır. Tək şəklində gəzməyi xoşlamır. Oxatan çoxluq xoşlayır ki, yol yoldaşlığı deyiləndə Oxatan da ağlıma gəlir Qoçda. Möhtəşəm yol yoldaşlığı olurlar. Yolda o insanları yolda tanıyın. Harasa gedəndə tanıyın. Oxatan ailəcanlıdır, qəşəng sevgi verir birinci qrupları, möhtəşəmdilər. Bir insanla ötəri dəyişilməyi seçəndilər, bir insana çox sadiq qalmağı seçəndilər. Eyni qaydada əyləncəli olduqlarına görə o insanla hər şey yaşamaq istəyirlər. Lap belə getsinlər, paraşütdən tullansınlar, amma o insan olsun həyatlarında. Sadiqliyin rəmzi sayılırlar o baxımdan birinci qrupları. Çünki sevdiyi insana görə dəyişmək istəyir. Amma ikinci qrup isə o deyil. Yəni ikinci qrup tək gəzməyi xoşlayır. Yəni bu gün pulu varsa hamısını öz mənfəəti üçün istifadə eləyər. Çox eyni qaydada onların da qumara meylliliyi var, içkiyə meylliliyi var, içki düşkünlüyü yaşayır ikinci qruplar. Hətta bunu kommentdə də qeyd eləyə bilərlər. Oxatanla əkizlərə içki çox da düşmür. Qədərindən artıq içirlərsə əllərində olan pulların, büdcələrin 90%-ni itirirlər. Bunu da sınaya bilərlər. Sınayıblarsa yaza bilərlər. Oxatana İkinci qrupa mən ancaq belə bir şey deyə bilərəm ki, o insanlar nəyi edirlərsə özləri üçün edir. Söz verərlər, eləməzlər. Yalana çox meyllidirlər, həddindən artıq yalan danışarlar. Məsələn, sənə sabaha görüş təyin edirlər, gəlməzlər. Çox gecikən insanlar olurlar, səhlənkar insanlar olurlar, pint olurlar. Dünya ilə vecinə olmur. Ancaq göstəriş sevmək istəyən insandır. Məsələn, bir şeylə kifayətlənmir. Çox şey istəyir həyatdan. Amma o çox şeydə ancaq göstəriş üçün istəyir, özü üçün yox. Yəni birinin yanında mən belə görünüm. Vəsə. İkinci qrup oxatanları sevməyə dəyməz, yəni. Konkret dəyməz. Yoldaşlığa da dəyməz. Yol da çıxmaram o insanlarla. Mənim dostum Qoçdur, ikinci qrupda özdə. 25 ildir dostumdur. Mən o insanla yol çıxanda çox peşman. Hər dəfə də özümə söz verirəm, çıxmayacağam, yenə çıxıram. Söz verirəm, çıxmayacağam, yenə çıxıram, yəni. Oxatan da eyni qaydada. Nə yol yoldaşlıq eləyin ikinci qrupla, nə dostluq eləyin. Qoyun tək qalsın. Gördünüz ki, belə bir xassiyyəti var. Tək qoyun qalsın o özü üçün. Zaten heç bir işə də yaramayacaq. Yəni ancaq istifadə edəcək. Əslində yaxşıdır. Yəni insanları tanıdıqca artıq, onların xassiyyətlərini bildikcə kimlə necə davranacağını da yaxşı bilirsən. Bəli. Keçək oğlaqlara. Gedək oğlaqlara. Oğlağın ikinci qrupu biraz birinci qrupundan, onlarda dünyalar qədər fərq yoxdur. Sadəcə Oğlağın birinci qrupu çox ailəcanlıdırlar, sevgi verəndilər. Ürəyi açıq insanlar olurlar. Onu düşünürlər, bunu düşünürlər. Hətta belə bir şeyləri var ki, əgər ki ayrılırlarsa kimdənsə, əgər ona sevgi ərəfəsində yardım edirlərsə, onu yenə də yardım edəcəklər, kəsməyəcəklər. O qısıtlamanı eləmirlər. Disiplinlidirlər. Çox güc mənbələri olan insanlardılar. Mənfəətdən istifadə eləməzlər. Çox qayğı verəndilər. Tək insana qayğı verməyi xoşlayarlar. Hamıya qayğı verərlər, amma eyni qaydada verməzlər. Məsələn, həyatlarında övlad seçkisi eləyən insanlar olurlar. Necə eləyən olurlar? Oğlağın birinci qrupu qısqancı olur, övladını da qısqanır. Məsələn, evləndi, getdi, axtarmırsan məni, eləmirsən. Halbuki 1 saat yığmamısan, onu başa düşdün. O qədər şey olurlar ki, mənimdir də, başa düşdün. Sən mənə verməlisən bu qayğını. Mən olmalıyam o göz mərkəzində. Yəni məni axtarmalısan. Sevgilisi də eyni qaydada. Onu axtarmalıdır. Çünki o da belə bir insandır. Oğlaq bəhanə gətirməz. Vaxtım yoxdur yazmağa. Belədir. İkinci qrupu elədi, gələcəm ora. Birinci qrup ailədir, ailəcanlıdır, bir evdir. Ona sığına bilərsən. Amma ikinci qrupa oğlaqlar yalan danışmağı sevirlər. Nə də olsa deyər yoxumdur. Pul gizlədəndilər. Çox şeyi özüm eləyim, bölüşməyi sevməzlər. Bir dənə çörəyi varsa parasını sənə verməz. Özüm yeyim. Səhlənkardılar, hər yerə gecişərlər. İkinci qrup oğlaqlar çox anaz deyirlər. Bunu da deyim. Yəni niyə anaz deyirlər? Gəzmək, flört eləməyi xoşlayırlar. Onlarda da belə bir şey var ki, onlar gözləri ilə aşiq olurlar, ürəklə yox. Anaç. Yəni gözləri ilə. Birinə baxdı, xoşuna gəldi, ona doğru gedəcək. Ona doğru gedəndə başqasını gördü, ona gedəcək. Flörtü sevirlər.
İkinci qrupla birinci qrup arasında fərq çox deyil deyənə. Bu ancaq birinci qrup yalan danışmaq xoşlamır, iki danışmaq xoşlayır. İki yenə pul eyni qaydada çox həddindən artıq sevəndir, yardım eləməyi də sevməz. Olduğu sənə deyər eləyərəm, yəni söz əsnasında deyər, eləməz. Yəni bir şeyin dalınca heç vaxt getməz. Yəni yarı-yarımçılıq eləyəndir. Amma birinci qrup yarı-yarımçılıq eləyən deyil axı. Birinci qrup hər şeyin sonuna qədər gedəcək. Məsələ budur. İki ilə bir arasında biri ailədir, biri ailə deyil. Biri çöldür, çöl bayırdır. Demək olar ki, hər bürcdən adamlar tanıyıram və ətrafımda ailədə var da ya qohum. Onları siz danışdıqca mən onları beynimdə fikirləşirəm ki, görüm hansı qrupdur. Əslində yaxşı bir şeydir də insanlar tanıyırsınız. Nə üçün? Məncə də çox yaxşı da, belə deyək, işimizdə də. Məncə də kimin Çox nə üçün elə yaxşı davrandığını da olacaq, artıq əlbəttə. adam bilir. Təbii ki də. Ona görə deyirəm ki, məsələn deyir ki, biri mənim ən çox sevdiyim cümlə nədir? Kitab yazmaq istəyirdim bir dəfə, yarı-yarımçılıq qaldı. İnsanlardan ən çox aldığım cümlə bu olub. Kitabın da adı bu olacaq. İnşallah bir gün yazsam. Mən bircə inanmırdım, sən inandırdın. Mən ona görə dəqiqlik və netliklə çatdırmaq istəyirəm ki, insanlara. Amma ağzından cümlə uğramıram mən. Bizim də burada birisi vardı, bürclərə inanmırdı. Bizim videolara baxandan sonra inanmağa ona başladı. buna qulaq asmıram bürc haqqında, məsail və ilaxır. Türklərdə bir bloger var, psixoloqdur, uşaq psixoloqu. O da bürclərdən danışır. Kök oğlandır. Adını da bilmirəm. Adil Yıldırım deyirsiniz. Asol. Bir dəfə mənim kommentimdə biri yazıb ki, Adilin Temu versiyası yoxsa nə? Mən də dedim ki, girin Adilin səhifəsinə baxın. Mən əvvəllər bir 4 il bundan qabaq sevgidən və yaxud da bürclərdən danışanda Adil mənim sözlərimi götürüb danışır da, yəni. Danışır, danışmır. O insandan mənim elə komplimentim də olub, nə ilənsə bağlı. Yəni bir dəfə cümlələrdən istifadə elədi. Mən də yazdım ki, bu bayağı mənim cümləmə oxşatdı da. Mənə yazdı ki, dalaşaq. Mən də daha oxumadım, SMS-i çıxdım. Yəni bizimkilərdə də belə bir şey var ki, öz millətimizi çəkək aşağı. Yəni türklər, güya mən indi onun çakmasıyam da, başa düşdün. Yəni araşdırmağı sevmirlər. Başa düşdünüz. Ona görə mən çalışıram net çatdıram insanlara. Kim nədir, kim necədir? Hər bir bürcün pis yanları da var da. İndi bir gün danışacaq olar da. Xoşlarına gəlməyəcək. Başa düşürsüz? Mən əqrəbə deyə bilərəm, sən vampirsən. Vampirsən, sən getdi, başa düşdün, yəni. Hə, amma mən deyə bilməyəcəm ki, sən ikinci qrup vampirsən, birinci qrup vampir deyilsən. Axı bunu insanlara İnsanlar çatdırmaq çətindir. müsbəti qəbul edirlər, Bilirsiniz, mənfini yox. hamı onu qəbul eləmir. Niyə? Çünki məsələn deyirsiniz ki, enerji əmmə məsələsi var da, hansı ki enerjini çəkir və səni sırf enerjisiz buraxır. Bunu mən sizə belə bir sırf şey deyim. əqrəblərə Kommentə qeyd deyilir. eləsinlər. Mən 99% deyirəm ki, deyəcəklər ki, bəli, bizim ətrafımızda elə əqrəblər var, bizim enerjimizi çəkir. Amma indi mən özümdən götürürəm. Çünki mən hara gedirəm, istər özümdən gənc nəsil olsun, istər bizim pokoleniya, bizim nəsil olsun, hamısı deyir ki, məsələn, səndə elə enerji var ki, hansı ortama girdiyin zaman elə bir ki, o enerjini saçırsan. Yəni bunu indi insanların beyninə yedirtmək üçün onu biz bilməliyik ki, birinci və ya ikinci qrup. Hə, yox, sırf əqrəbdən getmirsən. Bir enerji verir, iki alır. Bürclərdə birinci və ikinci qrup olduğu üçün, yəni əqrəb dedikdə hər bir əqrəblər hamısı bir-birinə oxşamalı deyə bir şey yoxdur. Ona görə onların birinci və ikinci qrupu var. O baxımdan da biz sizin üçün bunlar. Gedək dolçalara, hansı ki sevgisi bitdiyi yerdə nifrəti başlayır. Çox qisasçı bürclər. Çox pis başlayır. Qisasçı deməyək, süründürəndilər. O məsəl var, deyir ki, qadının qarğışı süründürür adamı, yəni süründürürlər adamı. Öldürməz. Əqrəb mi çox qisasçıdır, dolçama? Dolçanın sevgisi bitdiyi yerdə nifrəti başlayır. Səni öldürməz, amma süründürər. Yəni süründürər. Konkret sən əzab-əziyyət çəkərsən, deyərsən, ancaq onu axtarıb taparsan ki, bağışlamaz. Zəllə tükünü belə tərpətməz ki, aha, tüküm tərpəndi, bağışlayıram, xeyr. Çünki dolçanın sevgisi bitdi, nifrəti başladı. Və gedək dolça bürcünün birinci, ikinci qrupuna, zəhmət olmasa dinləyək, dolçalar və balıqlar. Dinləyək. Hansı ilə sevgili olmaq istəyərdiniz? Dolçalar heç sevmirəm. Niyə sevmirsiniz? Bacım da dolçadır və ətrafımda bir çox dolçalar var. Heç yola getmirəm onlara. Nəyə əsasən?
Mən danışdıqda siz baxın görün bacınız neçənci qrupdur. Birinci qrup dolçalar, dostdular, ailədilər. Yəni dostla da ailədirlər. Dostla dost, xeyr, dostla da ailədirlər. Evin içisən sən onu. Konkret evin içisən. Yəni səni evinə dəvət eləməkdən bir damcı çəkinməyəcək. Qapısını açacaq, hər şeyini belə verər sənə. Sənə görə faizə də girər, sənə görə banka da girər, sənə görə kreditdə də girər ki, səni xoşbəxt eləsin. Birinci qrup. Çox ailəcanlıdırlar, disiplinlidirlər. Həm də belə deyim, dolçanın birinci qrupu xoşlayır paylamağı, paylaşmağı, özgüvənliyi xoşlayır. Çünki rahatdır. Bu insan dolçanın belə bir funksiyası var ki, nə vəzifəsini istəyirsə əldə edə bilər. Nə iş istəyirsə əldə edə bilər. Zəkası da ağıllıdır, məntiqli insandır. Sevgiyə gələndə çox muazzam bir sevgi verən insanlar olurlar. Yəni dolçanın belə bir funksiyası var. Onun sənin pulun yoxdursa, cibindən kartını çıxardar, verər sənə, get. Yəni sənə deməz bu qədər xərclə elə filan. Əgər sənə inanır, güvənirsə. Sonra başına vurur. Yox, ikinci Mənim qrupdur. atamla böyük qardaşım. Qəti bir şəkildə. Dolça sənə həyatını verər. Həyatını verər. Amma gərək sən də ona da aid olasan. Məsələ budur. Elədir. Sən gərək onu verəsən, göstərəsən ona. Elədir. Bircə damcı maliyyə bir səhv Bəli. ortadan balta gəldi, sən bölündün iki yerə. Sağ tərəfin getdi cəhənnəmə, sol tərəfin cənnətə yox ha. O da getdi hansısa bir planetə. İkinci qrupu isə səhlənkardır. İkinci qrupu heç sevmirəm. İkinci qrup flört eləməyi xoşlayandılar. İkinci qrup dolçalar ailəcanlı deyirlər elə də, özü üçün çox narsistdirlər. Konkret özüm, mən alım, mən yeyim, mən içim, heç kimlə görüşməz, vaxtını tək keçirmək istəyər, heç evlənməyə meyl eləməzlər. Uşaq canlı da olurlar. Uşaq səsi gələndə əsəbləşirlər. Uşağın ağlamaq səsinə əsəbləşirlər. Heç kimi də bəyənmir. Hamının haqqında da bir müzakirə edir, hamının haqqında bir fikir bildirir. Bir diyan da tanıyırsan onu, yox. Amma fikrini bildirəcək. Gedək növbəti bürc balıqlara. Balığın birinci qrupu möhtəşəmdir. Nəyə görə möhtəşəmdir? Balığın birinci qrupu enerjisi çoxdur, gücü çoxdur. Birinci qrupu səni hiss eləyəcək, duyacaq. Eyni əqrəb qədərdirlər. Gecə də sənin bir problemin olsa səni hiss eləyəcək, deyəcək ki, aha, mənim dostumun bir problemi var. Ailə canlıdırlar, övlad canlıdırlar. Hətta apar öz övladın olmasa ver, öz övladı kimi baxar. Yəni elə deyim də, yəni. Birinci qrupu balığın sevgidir. Birinə vuruldusa onu hər cür əldə eləməyə çalışan insanlar olurlar. Bölüşməyi də sevirlər, bölüşdürməyi də sevirlər, pul xərcləməyi də sevirlər, qısıtlamazlar. Hətta sənə o qədər yaxşılıq eləyərlər ki, sən utanarsan, deyərsən, bəsdir bu qədər mənə yaxşılıq elədin. Həyatıva toxunuş eləyəndə də həyatın dəyişə bilər. Keçən verilişlərimizin birində dediyimiz qaydada. İkinci qrup balıqsa daima və daima dilə gətirməyə xoşlayandır. İkinci qrup balıq biraz yalan danışandır. Çox səhlənkardır, disiplindən kənardır. Eyni anda 5 dənə münasibəti elə aparar, ruhu da inciməz həmən insanların. İkinci qrup gedişməyi xoşlayandır. İkinci qrup necə deyim, elə bilir ki, hamıdan ağıllı budur. Başa düşdünüz? Yəni özünü həddindən artıq çox ağıllı sayır, amma o qədər də deyil. Hər yerdə bir səhv buraxır. İkinci qrup balıqların ən mənfi xassiyyəti də budur ki, insanın vicdanına toxunaraq hərəkət eləyir. Ən belə deyim, məsələn, birinci qrupun ən gözəl, güclü silahı gülüşüdürsə, ikinci qrupun ağlamağıdır. Yəni ən güclü silahı ağlamağıdır. Ağlayaraq sənin vicdanını o qədər pis vəziyyətə salar ki, yəni əzab çəkərsən. Konkret, yəni hər bir baxımdan onların ən güclü silahı. Bir balıq yanında ağlayırsa o balıq deyil. Bir balıq bir insanın yanında ağlayırsa, əgər doğma deyilsənsə ona, sən sirrin bölüşəcəyi insan deyilsənsə, o insanın silahıdır, səndən istifadə eləyir. Çünki balıq ağlamağını göstərməz. Yəni çeşni balıq, təmiz balıq, qoy tavaya qızart, üstünə ləvəngi də var. Oh. Ləvəngisi daha yaxşı. Ləvəngi ilə daha qəşəngdir. Yazın kommentə. Kommentə yazın. Zövqlər və rənglər tartışılmır da, tüklər demişkən. Amma ləvəngi belə bir şeydir ki, hər bir yerdə tapa bilməzsən onu. Niyə? Tapa bilməzsən də. Balıq ləvəngisini yoxsa ümumiyyətlə? Ümumiyyətcə.
Niyə? Yəni. Ləvəngi cətmən. Ləvəngini xaricdə nə bilirlər ləvəngi var? Azərbaycanlılar bilirlər. Rövşən. Hə, bu günlük bizdən bu qədər, gənclər. İnşallah gələn verilişlərimizin birində, yəni gələn verilişlərimizdə biz illər haqqında danışacağıq. Hansı ki, bu birinci və ikinci qrup faktlarını illərinizlə qarşılaşdıracaqsınız və tamı-tamına deyəcəksiniz ki, mən buyam. Mən konkret birinci qrupam. Sən zaten ikinci qrup, birinci qrupa ayıra biləcəyiniz bir dönəmdəsiz. İllər də bizim həyatımızda böyük rol oynayır. Çünki var, pələngili var ki, bu insanlar 5 ildən artıq xoşbəxt qala bilmirlər. Ailəli qalmalılar. Bunu da kommentə yazsınlar, onlara maraqlı gələcək. Pələngili insan var ki, 5 il ailəli qalır. 5 ildən sonra onun ailəsi dağılır. Elə il var pələngili. Mənə maraqlı gəldi artıq indidən. Bəli, Qaban evi. Xoruz Qaban ili. evi. Mənim olur. ən çox sevdiyim il at ili ilə öküz ilidir. Bir də it ili. At ili ilə öküz ili Vəfalı olduqları üçün. vəfalı, bir də çox işləyəndilər, işqolikdilər. Ona buna möhtac olmazlar. Sırf o il bölünmür heç yerə. Bəs qaban? Qaban ilinin çoxusu müsəlmanlıqdan uzaq olur. Onu da deyim, pinti olurlar özdə. Mən elə deyiləm. Müsəlmanam. Öyle Pinti də deyirlər. Çoxsu dedim də, hamısı demədim. Əksəriyyəti deyil, çoxsunu demə. Çoxsu Əziz dedim. izləyicilərimiz, bu gələn dəfənin mövzusudur artıq. Gələn dəfə baxaq görək. Gələn dəfə vaxt uzun gedəcək. Hazır olun. İndən 1 saatvız popkorn. Ən azından hazırlayın. kommentlər yazın, heç olmasa bilək ki, sizin Bəli, istəkləriniz bəli, bəli. nədir? Yəni ən az sualları verin. Biz o suallar əsasında bir veriliş hazırlayaq görək. Mütləq, mütləq. Yaza bilərlər də. Əgər onların da bizə bir önəriləri varsa, Əlbəttə. biz onların önərilərini sevə-sevə qəbul edə bilərik. Çünki niyə? Onlar bizim izləyicilərimizdirlər. Biz onlara xitab eləməliyik, onların istəklərinə xitab eləməliyik. Ki Və eləyirik biz də də bilmək gözləyirik sizdən istəyirik ki, suallar. hansı mövzu haqqında danışmaq daha onlara keyfiyyətlidir? Hansı mövzu onların diqqətini çəkir? Yəni ən çox kamerada Rövşən mi görsənsin, yoxsa xanımlar mı görsənsin? Zaten Qeyd Rövşən edin. görsən Qeyd edin. kamerada. Çox sağ olun dostlar. Çox Gələn təşəkkür görüşlərdə. eləyirəm. Əziz izləyicilər, biz sizə də təşəkkür eləyirik ki, bilmirəm indi neçə dəqiqə oldu bu veriliş, amma biz 1 saatdan artıqdır ki, artıq studiyada bu mövzunu müzakirə eləyirik. Hər birinizə təşəkkür eləyirik bizi Sağ ol, dinlədiyiniz üçün və sizin əlavə suallarınız və yaxud da ki, hər hansı bir Mütləq qeyd təklifləriniz eləsinlər, varsa, bəli. mütləq qeyd eləyin. Biz onları cavablandırmağa çalışırıq. Siz elə bilməyin ki, biz onları oxumuruq, hamısını oxuyuruq, analiz edirik və sizin o yazdıqlarınıza əsasən də biz növbəti mövzunu müzakirə eləməyə çalışırıq. Mütləq. Sağ olun, gələn görüşlərə dək. Sağ olun. Əlvida ulduzlu gecələr əlvida. Bağlandı.